Birinci növbədə bu şablonu hazırlayıb burada xətləyirik və şablonla bunun xəttini kəsirik. Yəni əmələ gətirdiyi budaq üçün bir dənə şablon düzəltmişik. O şablona uyğun kəsirik. Bu məsafəni ölçürük. Bunu burada qeyd edirik. 90 dərəcəni bu formada qoyursan, baxın 9.6 sm. 9.6 sm. Bizim ipimiz buradan keçəcək. Bu məsafəni buradan ölçürük, yəni. Buradan taxtanın başına qədər məsafəmizi ölçürük, yəni hara ki oturacaq, ən son nöqtə oradır. Həmin yeri xətləyirik. Yəni bu ki 27 dərəcə biz qoymuşuq, 27% ilə qoymuşuq biz damımızı. Bütün hər yerdə özünü göstərməlidir. Bu bizim son nöqtədir. Buradan üzü içəriyə tərəf. Bu da avtomatik 45 dərəcə kəsilməlidir. Və bu formada kəsilir. Nəzərinizə çatdırım ki, ayaq 90 dərəcədə gedirsə, baş avtomatik 45 dərəcə oturmalıdır. Yəni bunu biz 45 dərəcə kəsirik. Milli ölçülərlə işləyirik.